Bugün daha maraqlı bir mövzu haqqında danışmaq istəyirəm. Bu da aritmiyalardır. Aritmiyalar və ya ürəyin ritm pozulması çox tez-tez rast gəlinən bir hadisədir. Həkimlər öz praktikasında istəyir ailə həkimi olsun, terapevt olsun, kardioloq olsun, aritmiyalarının tez-tez rast gəlirlər. Və aritmiyalar bəzi araşdırmalara görə hər 100 adamdan 5-də qeydə alınır. Düzdür, heç də bütün aritmiyalar həyat üçün təhlükəli deyil, ciddi hansısa bir problemlər, fəsadlar törətmir, amma daha təhlükəli, çox ciddi qəbul olunması gərəkən aritmiyalar vardır ki, onları da bilməmiz və müalicə etməmiz olduqca önəmlidir. Çünki ciddi fəsadlara, ağırlaşmalara səbəb ola bilər. Aritmiyalar adətən hansısa səbəbdən yaranır. Düzdür, irsi genetik amillər mövcuddur, amma adi normal insanın həyatında aritmiyalar tez-tez ya qidalanma ilə, ya yanaşı xəstəliklərlə bağlı olur və ya keçirilmiş əməliyyatdan sonra rast gəlinir. Misal üçün, şəkərli diabet olan insanlarda, ürəyin damar xəstəliyindən əziyyət çəkən insanlarda aritmiyaları biz daha tez-tez müşahidə edirik. Digər tərəfdən, hansısa səbəbdən əməliyyat keçirmiş, adi apendisitə görə əməliyyatmı, ürək əməliyyatımı və yaxud ağır bir infeksion xəstəlikdən əziyyət çəkən, xəstəxanadamı, evdəmi, pnevmoniyadan müalicə alan insanlarda da aritmiyalar rast gəlinə bilər. Digər tərəfdən, bəzən hansısa xəstəliyə görə sidik qovucular və yaxud digər dərmanlar alan xəstələrdə dərmanların yan təsiri kimi və yaxud orqanizmdə elektrolitlərin balansının pozulması səbəbi ilə də aritmiyalar inkişaf edə bilər. Yəni, aritmiyaların yaranma səbəbləri olduqca çoxdur və dediyim kimi də heç də hamısı təhlükəli deyil. Lakin, aritmiyanın təhlükəli olmadığını bilmək üçün mütləq qaydada həkimlə məsləhətləşmək önəmlidir. Və bəzən insanlar aritmiyaların necə hiss edirlər? Bəziləri düşünür ki, hansısa ola bilsin ki, qəhvə içibdir və yaxud tünd çay içibdir və ürəyi tez-tez döyünür. Yəni, bu da mümkündür və bu aritmiyalara biz tezləşmiş ürək döyüntüsü və yaxud takikardiyalar deyirik. Yəni, ürək çox tez-tez vurur, amma müntəzəm vurur. Yəni, düzgün vurur, sadəcə çox sürətlənmişdir. Digər bəzən insanlar aritmiyaları sanki hansısa bir müddətdən bir ürəyin döyüntüsünün itməsi kimi hiss eləyir. Ürək normal, müntəzəm vurur və bir müddətdən bir sanki vurğu itir. Və bu, bəzi insanlarda hətta qorxu, vahimə də yarada bilir və yaxud narahatlığa səbəb olur. Beləliklə, aritmiyalar bir neçə növə bölünür və ən çox tez rast gəlinən aritmiyaları biz supraventrikulyar və ya ventrikulyar aritmiyalar kimi dəyərləndiririk. Yəni, ürəyin mədəciyindən yuxarıda və yaxud ürəyin mədəciyindən cərəyan edən aritmiyalardır. Bunların əksəriyyəti tezləşmiş ürək döyüntüləri ilə özünü təzahür edir. Amma eyni zamanda aritmiyalar var ki, çox yavaş ürək döyüntüsü ilə özünü göstərir. Yəni, ürək sanki normaldan çox yavaş döyünür. Bəzi aritmiyalar əlbəttə ki, təhrik edici faktorları var. Yəni, insanlarda normalda aritmiya olmazdır, lakin insan siqaret çəkir, aritmiya yaranır. İnsan aşırı alkoqol qəbul edib bugün ya dünən, onda artıq aritmiya baş verir. Digər tərəfdən şəkəri normal kontrol olmayan insanlarda aritmiyalar daha tez-tez rast gəlinir. Bununla yanaşı, ürəyin işemik xəstəliyindən əziyyət çəkənlərdir. Yəni, ürəyində o stenokardiya deyilən bir anlayış var. İnsan oturduqda və bir çox insan isə yeridikdə bəzən ürəkdə sıxılma, ağrı hiss edir. Həmin insanlarda ürəyin tac damarlarında bir problem var, bir tıxanma var qismən. Həmin insanlarda da aritmiyalar tez-tez rast gəlinir. Beləliklə, aritmiyaları bəzi insanlar qeyri-adi qəbul edib dərhal həkimə müraciət edirlər və həmin insanlarda aritmiyaların nə olduğu araşdırılır, müvafiq testlərlə, laborator müayinələrlə və xüsusi diaqnostik müayinələrdən elektrokardioqramma, ekokardioqrafiya, Holter deyilən 24-48 saatlıq monitorinq testləri ilə. Digər insanlar yaranan aritmiyaları sanki bir adi bir hal kimi qəbul edir. Deyir, yəqin ki, bugün yaxşı yuxu yatmamışam, bugün biraz çox siqaret çəkmişəm, bugün hirslənmişəm.
və diqqət yetirmirlər. Amma biz bilməliyik ki, aritmiyalar bəzən dediyim kimi çox həyat üçün təhlükəli ola bilər. Ona görə araşdırılması olduqca önəmlidir. Və həkim araşdırma üçün aritmiyaları elektrokardioqrammadan, Holter monitoring imkanlarından istifadə edir və həmin aritmiyaların təhlükəsiz olduğu anlamı gəldikdə, həmin insanların sadəcə təqibdə saxlanması və sağlam həyat tərzinə riayət etmələri tövsiyə olunur. Amma təhlükəli aritmiyalar aşkarlandıqda onların çox ciddi müalicəsi tələb oluna bilər. Bəzi insanlarda xüsusi aritmiyaya qarşı dərmanların istifadəsi tələb oluna bilər. Digərlərində hətta aritmiyalar o qədər təhlükəlidir ki, onlarda aritmiyanın dərmanla dayandırılması mümkün olmadıqda cərrahi və yaxud minimal invaziv müdaxilə ilə aritmiya ocağının ürəkdə yandırılması tələb oluna bilər. Aritmiya ən çox rast gəlinən və insanlarda təhlükəsi çox olan növü atrial fibrilyasiya adlanır. Yəni qulaqçıqların səyirici aritmiyası. Bunu bəzən biz çox tez-tez eşidirik və nəyə görə təhlükəlidir? Çünki bu aritmiyalar ürəyin qeyri-müntəzəm döyünməsi ilə müşayiət olunur və ürək qeyri-müntəzəm döyündükdə onun daxilində olan, ürək kameralarının daxilində olan qan sanki durulur və tromblar əmələ gəlir ürək daxilində. Və həmin tromb əmələ gəldikdə, həmin aritmiyalar zamanı o tromb ürək damarları ilə, ürəkdən çıxan ən iri damarlarla beyinə də belə cərəyan edə bilər və insultlara səbəb ola bilər. Ona görə də qulaqçıqların səyirici aritmiya kimi aritmiyalar olduqca təhlükəlidir və ciddi fəsadlaşmaya, insultlara gətirib çıxara bilər. Digər çox ciddi aritmiyalar ventrikulyar taxikardiyalar adlanır, yəni mədəciklərin taxikardiyası. Bu aritmiyalar bir növ ürək dayanmasına apara bilən bir aritmiyadır. Yəni bunlara diqqət yetirilməzsə, müalicəsi təmin olunmazsa, bu insanlarda bəzən qəfləti, ani ürək dayanması, ürək ölümü baş verə bilir və yaxud onlarda bəzən huşun pozulması, bayılma və hətta qıc olmaya bənzər bir hallar qeydə alınır. Ona görə aritmiyalar əgər hiss olunursa ki, ürəyimiz sanki qeyri-normal döyünür, qeyri-adi vurğular hiss ediriksə və yaxud naməlum səbəblərdən, bilinməyən səbəblərdən bizdə baş gicəllənmələr, huşun sanki biraz bulanması, ürək bulanma, bəzən qusma, amma mədə-bağırsaqla bir problemimiz yoxdur. Təzyiqlər çox yüksək qalxır və yaxud tərsinə təzyiqlər çox aşağı düşür. Belə hallarda həkimə müraciət edib aritmiyanın olub-olmadığını araşdırmaq olduqca faydalıdır və bununla bağlı əlbəttə ki, kardioloqunuz, terapevtiniz və ailə həkiminiz sizə yardımcı ola bilər.